salamlayıram dəyərli abituriyentlər, şagirdlər və müdavimlər. Uzun zaman sonra yenidən YouTube videolarımıza davam edirik və bugünkü YouTube izah videomuzun mövzusu feodal dövlətlər mövzusudur. Hansı ki biz sizinlə ərəb xilafəti və xürrəmlər dönəminə qədər gəlmiş və feodal dövlətlər mövzusunda YouTube izahlarımıza ara vermişdik. Qeyd etdiyimiz kimi 778-837-ci illərdə Azərbaycanda Abbasilərə qarşı, yəni ərəb xilafətinə qarşı xürrəmlər hərəkatı baş vermişdi və bu hərəkat Babəkin öldürülməsi ilə yatırılmışdı. Lakin üsyan yatırılsa da müəyyən nəticələri olmuşdu. Abbasilər xilafətinin köklərini dərindən sarsıtmışdı. Məhz bu sarsıtma nəticəsində də Azərbaycanda yenidən dövlətçiyanlar bərpa edilmiş və Azərbaycanda feodal dövlətlər yaranmışdı. Ümumən Azərbaycanda feodal dövlətlərin yarandığı dövr 9-cu 11-ci əsrlər kimi qeyd olunur və bu dövr bizdə feodal dağınıqlıq dövrüdür. Yəni ölkədə bir vahidlik yoxdur, müəyyən ərazilərdə müəyyən dövlətlər yaranır. İndi keçirik biz feodal dövlətlərimizin izahına. Danışacağımız feodal dövlətimiz Şirvanşahlar dövlətidir. Şirvanşahlar dövləti 861-ci ildən 1538-ci ilə qədər mövcud olmuşdur. Şirvanşahlar dövlətini hələ yaratmamış, biz biraz Şirvanşahların əmirlik tarixinə baxmalıyıq. Hansı ki Yezid ibn Məziyyət adlı türk sərkərdələrindən biri ərəb ordusunda xidmət etmiş və Şirvanda özünü ilk dəfə müstəqil canişin kimi təyin etmişdi. Yezid ibn Məziyyətdən sonra hakimiyyətə oğlu Məhəmməd ibn Yezid gəlmişdi və Məhəmməd ibn Yezidin dövründə əmirliyin iqamətgahı Gəncə şəhərinə köçürülmüşdü. Bu isə bu əmirliyin mövqeyinin nüfuzunun daha da güclənməsinə gətirib çıxarmışdı. Lakin hələ də biz dövlətin yaranmasından danışmırıq. Dövlətin yaranması 861-ci ildə Heysam ibn Xalidin adı ilə bağlıdır. Heysam ibn Xalid. Heysam ibn Xalid Azərbaycanın şimal-şərq torpaqlarında Şirvanşahlar dövlətini yaradır və Şirvanşahlar dövləti yaradıldıqdan sonra Azərbaycanın bir çox ərazilərini işğal etməyə başlayır və belə desək ki, ölkənin paytaxtı 917-ci ildə Şamaxı şəhərinə köçürülür. Yəni Şirvandan mərkəz Şamaxıya dəyişdirilir. Kim dönəmində? Əbu Tahir dönəmində. Şirvanşahlar dövlətini biz ayrı-ayrı dərslərin içərisində ayrı-ayrı formalarda keçəcəyik. Çünki Azərbaycan ən uzun ömürlü dövləti olaraq tarixə keçib Şirvanşahlar. Yəni bir dərs içərisində biz Şirvanşahların bütöv tarixini danışmayacağıq. Və Şirvanşahlar dərsinin içərisində həmçinin biz bundan əlavə Dərbənd əmirliyi və Tiflis müsəlman əmirliyindən danışacağıq. Birinci danışaq Dərbənd əmirliyindən. Dərbənd əmirliyi 869-1075-ci illərdə mövcud olmuş və Haşim Əl-Sulami və yaxud da Əl-Sulaka tərəfindən yaradılmışdır. Dərbənd əmirliyi 988-ci ildə Şirvanşahlardan asılı vəziyyətə düşsə də öz müstəqilliyini qoruyub saxlamış, lakin 1075-ci ildə tamamilə Şirvanşahların hakimiyyəti altında düşərək süqut etmişdir. Sonra bizim danışacağımız mövzu isə Tiflis müsəlman əmirliyidir. Gürcüstan vilayətində yaranmışdır. 1122-ci ildə Gürcülər tərəfindən 21-ci ildə Didqor döyüşü baş verəcək. 22-ci ildə Gürcülər tərəfindən işğal olunacaq. Dediyimiz kimi Şirvanşahlar dövlətini daha geniş aspektdə növbəti dərslərdə keçəcəyik. İndi isə keçək növbəti feodal dövlətimizə. İndi isə danışacağımız mövzu Sacilər dövlətidir. Sacilər dövləti 898-ci ildə yaranmış, 941-ci ilə qədər mövcud olmuşdur. Sacilər dövlətimiz türk mənşəlidir və Sacilər dövləti yaranmamışdan qabaq da biz bunların yaranma tarixinə baxmalıyıq. Deməli, ərəb ordusunda xidmət edən yenə sərkərdələrdən biri olan Əbusaz Divdad öz şücaətinə görə ərəb xəlifəsi tərəfindən mükafatlandırılır və ona görə Azərbaycan cənubunu iqta kimi verilir. Lakin biz dövlətin yaranmasını Əbusaz Divdadın adı ilə götürmürük. Nəyə görə? Çünki dövləti yaratmaq üçün adımıza mütləq pul kəsdirməliyik və bu adına pul kəsdirən şəxs də Məhəmməd ibn Əbusac olur. Yəni dövlətimizin banisi kim olur? Məhəmməd ibn Əbusac olur və bu dövlətimiz Azərbaycanın cənub torpaqlarında yaranır. Məhəmməd ibn Əbusacın dövründə 898 və 900-cü illərdə öz adına pul kəsdirir və dövləti yaradır və dövlətin sərhədlərini də genişləndirir. Lakin bizə əsas bu dərsdə Yusif lazımdır. Yusif ibn Əbusac. Yusif hakimiyyətdə olduqda Sacilər dövləti ərəb xəlifəsinə xəzinə vergi göndərirdi, belə desək. Lakin Yusif bu verginin göndərilməsini dayandıracaq 912-ci ildə və onun bu hərəkəti xəlifənin narazılığına səbəb olacaq və buna görə də Yusifi cəzalandırıb həbsə salacaqlar. Lakin Yusif həbsdə 3 il qalacaq. Nəyə görə? Çünki xalq
Yusifi çox sevirdi və xalqın təkidi ilə məcbur qalır. Ərəblər Yusifi geri qaytarmaq məcburiyyətində qalır və Yusif Azərbaycana geri qayıdır. Yusif Azərbaycana geri qayıtdıqdan sonra Şirvanşahlar dövlətini özünə tabe edir. Şirvanşahlar özünə tabe edir. Bundan başqa Ani, Dəbil kimi şəhərləri də özünə tabe edərək ölkəni vahid halda birləşdirir. Yəni Azərbaycan tarixində ölkənin ilk dəfə vahid halda birləşməsini Sacilər dövlətinin rəhbəri, hökmdarı Yusif İbn Əbu Sac edir. Yusifin dövründə həmçinin paytaxt Marağa şəhərindən Ərdəbil şəhərinə köçəcək. Yerlərini səhv dedim. Marağadan Ərdəbil şəhərinə köçəcək. Lakin Yusifin dönəmindən sonra da dövlət zəifləyəcək və Salarların hücumuna məruz qalıb 941-ci ildə süqut eləyəcək. İndi isə keçək növbəti feodal dövlətimizə. Sacilər dövlətinin süqutundan sonra onun yerində bizim Salarlar dövlətimiz yaranır, yəni Azərbaycanın cənubunda. Bəs dövlətimizin banisi kimdir? Dövlətimizin banisi Mərzaban İbn Məhəmməddir. Mərzaban İbn Məhəmmədin dönəmində paytaxtı Ərdəbil şəhəri olan Salarlar dövləti yaradılır və Mərzaban İbn Məhəmməd həmçinin Dərbəndi özünə tabe edərək Dərbənd və Şirvanşahları ölkəni ikinci səfər vahid halda birləşdirir. İkinci vahidlik. Yəni birinci Sacilər dönəmində olur, ikinci isə Salarilər dönəmində olur. Həmçinin Mərzaban İbn Məhəmmədin dövründə bir yenilik daha var və bu xüsusən yadımıza saxlayırıq. Mərzaban İbn Məhəmmədin dönəmində əsas məsələlərdən biri, belə qoyaq, Xəzər dənizində ticari gəmilər üzməyə başlayır. Yəni diqqət edin ticari məsələsinə, qətiyyətlə bura hər bir gəmi düşsə götürə bilməzsiniz. Ticari gəmilər Xəzər dənizində üzməyə başlayır. Həmçinin Mərzaban İbn Məhəmməd qanunlar toplusu qəbul edir. Qanunlar toplusunda məmur özbaşınalığına və vergi sahəsinə xüsusən diqqət yetirilmişdir. Lakin Mərzaban İbn Məhəmmədin ölümündən sonra İbrahim İbn Mərzaban dövləti idarə edə bilməyəcək və dövlət parçalanacaq və bundan sonra onun yerində yeni dövlətlər yaranacaq. İndi isə keçək növbəti feodal dövlətimizə.